Bir. Hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, biz bu günlərim Gəncə şəhərindəyik. Çox gözəl şəhərimiz olan Gəncə şəhərindəyik. Yəqin ki, bizləri görmüşsünüz, bu günlərim biz Gəncə şəhərində rektor müəllimlərlə bağlı gözəl çəkilişə gəlmişik. Və bu günlərim sizə təqdim edəcək müəllim Yaman müəllimdir. Mən biraz xoş gördük. İnşallah oyun olsun üçün ən yüksəklərə layiq görüləsiniz. Uşaqlar, biz sizin müəllim haqqında gözəl fikirlər eşitdik. İstəyirəm ki, uşaqlar da müəllim haqqında öz bilək sözlərini desin. Sənin adın nədir Qoçaqbalı? Fərid. Fərid. Çox gözəl. Bax, bu qədər müəllimlərin içində müəllim hansı Yaman müəllim, hansı sən tədris edir? Riyaziyyat. Nəyə görə riyaziyyat müəllim, başqa müəllimlər yox, Yaman müəllim yanına gəlirsən? Çünki həm sinif rəhbərimdir, həm çox gözəl dərs izah edir. Bəli. İzahatı geniş verir. Bəli. Çox gözəl. Sənin adın nədir? Sahib. Sahib. Sahib, bu qədər müəllimlərin içərisində nəyə görə sən müəllimi seçmişsən? Mən tanım müəlliməni axtardım. 9 nömrədə Yaman müəllimə tərəflədilər. Gəldim, özümlə tanış oldum, bəyəndim, oxudum. Çox gözəl, çox gözəl. Gözəl balam, sənin adın nədir? Zəhra. Zəhra balam. Çox gözəl. Sən neçənci sinifdə oxursan? 9. Bax, bu qədər müəllimin içində nəyə görə müəllimi seçmişsən? Çünki eşitdim, təriflədilər və gəldim, gördüm ki, həqiqətən çox yaxşı müəllimdir, çox şey izah edir. Bəli. Hörmətli şagirdlərimiz, riyaziyyat fənnindən ən yüksək bal toplamaq istəyirsinizsə, övladlarınızın ən yüksək balına ali məktəbə qəbul olmaq istəyirsinizsə, bizim Yaman müəllimə müraciət edə bilərsiniz. Mən tənqidçi jurnalist Vüsal Kəlbəcərli olmağıma baxmayaraq, müəllimi haqqında gözəl sözlər deyirəm. Çünki həqiqətən də şagirdlərdən, tələbələrdən gözəl sözlər işləyik. Və istəyirəm ki, şagirdlərlə bir alqışlar eləsinlər, mən təbrik edirəm. O gün olsun ki, sizlərin hər biriniz inşallah ən yüksək bal toplayasınız, ali məktəbə qəbul olasınız, prezident təqaüdçüsü olasınız və inşallah müəllimə də əməkdar müəllim tərəqqi olasın, yenə gələk gözəl çəkişini. Təşəkkürlər, minnətdarım, çox sağ olun.